billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve sallallahu ala seyyidina ve nebiyyina Muhammedin ve alihi teyyibine tahirin. Ve la'nu daimu ala a'daihim ecma'in minel an ila yevmiddin. Hoş gördük sizleri, əziz, değerli mümin bazı kardeşlerim, möhtərəm Zəhra TV izləyiciləri. Şaban ayı, əzəmətli ay, əzəmətli günlər, mövlud günləri hər birinizə təbrik ərz edirəm. Allah Teala Ali Muhammedin mövludlarına, bu xoş günlərinə sevinən qəlbimizi qaimi Ali Muhammed, qaimi Ali Muhammedin zuhuru ilə Allah Teala şad eləsin, gözlərimizi münəvvər qərar versin inşallah. İmam Hüseyin Aleyhisselatü Vesselam'ın hususunda ki, ikinci verilişimizdir. Belə ki, Xatamul Ənbiya Həzrət Peyğəmbər sallallahu aleyhi və aleyh buyurub, ey insanlar, dünya bir çox dərin dəryadır, bəhrun əmiq. Elə bir dərya ki, çoxları bu dəryada qərq olub, tələf olub gediblər. Yalnız və yalnız nicat gəmisinə səvar olanlar. Ali Muhammed nicat gəmisidir. Əhl-i Beyt əleyhissalam, yəni Peyğəmbər Əkrəm və onun pak Əhl-i Beyti nicat gəmisidir. Həzrət buyurub ki, Ali Muhammed bu gəmiyə səvar olanlar ki, qurtuluşa çatıblar. Bəli, Əhl-i Beyt əleyhissalamın hamısı nicat gəmisidir, hidayət çırağıdır. Lakin Həzrət Peyğəmbər Əkrəm sallallahu aleyhi və aleyh, xüsusən Seyyid-i Şühəda İmam Hüseyin Aleyhissalatu Vesselam'a bu sözü aid eləyib buyurub, İnnəl Hüseyin misbahul huda və səfinətün necat. Və ötən verilişdə də səsləndirdik ki, bu söz, bu hədis, bu kəlmə Allah Teala öz ərşinə zinət vurub, Meyrac gecəsi Peyğəmbər Əkrəm ərşin sütunlarının birinin üzərində bu kəlmənin yazdığını Həzrət söyləyibdir. İmam Sadiq Aleyhisselam'dan sual elədilər, Yəbnə Resulullah, məgər siz imamlar, Əhl-i Beyt, hamınız nicat gəmisi deyil misiniz? Həzrət buyurdu, elədir. Lakin İmam Hüseynin gəmisi, Səfinətul Hüseyin olsa, biz özümüz də o gəmiyə səvar olmağa müştaqıq. Hətta biz imamlar belə, Həzrət buyurdu ki, o gəmiyə səvar olmağa müştaqıq. Çünki nəyə görə? Onun gəmisi ilahi rəhmət, onun gəmisi daha genişdir və sahilə daha tez yan alandır. Hədislərdə ki var, buyurulur, qiyamət günü Peyğəmbərlərin, övliya, övsiyanın şəfaətinə nail olanlar ki, o insanlar ki, onlar barəsində Peyğəmbərlər, vəsilər şəfaət eləyərlər və şəfaətləri qəbul olunar. Onların cərgələrinin sayı 1000 cərgə olacaq. Yəni, qurtulanlar, nicat tapanlar, şəfaətə nail olanlar 1000 cərgədən olacaqlar. Və belə buyurulubdur hədisdə, o 1000 cərgənin 999'u Seyyid-i Şühəda Həzrət İmam Hüseyin Aleyhissalatu Vesselam'ın şəfaətinə nail olanlardır. Yəni, qiyamət günü o şəfaətə nail olanların, ilahi rəhmətə nail olanların əksəriyyəti Seyyid-i Şühəda İmam Hüseyin Aleyhissalatu Vesselam'ın əli ilə olacaqdır. Bəli, o Həzrətin xüsusunda ki, elə sözlər buyurulubdur ki, İmam Sadiq Aleyhisselam buyurub, İnnəllaha əvvəzə li qətlil Hüseyin. Şəhidlər ağasıdır İmam Hüseyin Aleyhissalatu Vesselam. Seyyid-i Şühədadır. Onun o Kərbəlasına əvəz olaraq, onun şəhadətinə əvəz olaraq Allah Teala bir neçə şeyi məxsus eləyibdir İmam Hüseyin Aleyhissalatu Vesselam. Biri nədir? Cəalə şifa'a fi turbətihi. Onun türbətində, onun torpağında Allah şifa qərar veribdir. Torpaq yemək icazəli deyil, lakin şifa qəsdi ilə
Seyyid-i Şühedanın torpağını, türbətini ki, yemək icazəlidir, bəyənilir və bu xüsusda çoxlu rivayətlər vardır. Allah onun torpağında, Kərbəla türbətində şifa qərar veribdir. Ey Füzuli, məskəlidir Kərbəla üçün şeirimin, hörməti hər yerdə vardır, xalq onun müştaqıdır. Nə qızıldır, nə gümüş, nə ləl, nə mirvaridir. Sadə torpaqdırsa, lakin Kərbəla torpağıdır. Bəli, Həzrət buyurdu ki, neçə şeyi Allah Teala məxsus edib şəhidlər ağası İmam Hüseyn əleyhissalatu vəssalamı. Biri onun torpağında şifanı qərar verib. Biri odur ki, imaməti Allah onun sülbündə qərar verdi. Yəni, birinci imamımız Əmirul Müminin Həzrəti Əli əleyhissalatu vəssalam, ikinci imam İmam Həsən əleyhissalam, üçüncü imam İmam Hüseyn əleyhissalam, yerdə qalan 9 imam Seyyid-i Şühəda İmam Hüseyn əleyhissalamın nəslindəndir. Nəinki İmam Həsən əleyhissalamın, İmam Hüseyn əleyhissalamın nəslindən imaməti Allah Teala qərar verdi, onun sülbündən davam elədi. Belə ki, sərvərimiz Ali Muhammedin qaimi Allahın hüccəti İmam Zaman Ağa Əccəlallahu Fərəcəhu Şərif İmam Hüseyn əleyhissalamın sülbündəndir. Və Həzrət İmam Sadiq əleyhissalamın başqa bir xüsusiyyət də bundan ibarətdir ki, onun qubbəsi altında, qəbri şərifinin yanında, onun qubbəsi altında dualar müstəcab olar, dua qəbul olunar. Dəyərli bacı qardaşlarım, əziz möminlər, bir neçə xüsusiyyət ki, Həzrət İmam Hüseyn əleyhissalam barəsində yenə vardır ki, səsləndirərik. Biri budur ki, yeganə imamdır ki, həmən o imamdır ki, onun mövludunda, o dünyaya gələndə, həm babası Peyğəmbər əleyhissalam, həm atası Həzrət Əli əleyhissalam, həm də anası Fatimə Zəhra salamullah əleyha necə ki mövlud dünyaya gələndə seviniblər və o sevincin dalıca, yəni yeganə imamdır ki, dünyaya gələndə onun mövlud günündə Peyğəmbər Əkrəm və Həzrət Əli və Fatimə Zəhra, Allahın salamı olsun onlara, onlar eyni zamanda ağlayıblar. Qəmgin olub, ağlayıblar ki, belə ki, Cənab-ı Cəbrail onun müsibət, şəhadət xəbərini də, onun müsibətini də o bozorgvarlara xəbər veribdir. Və Seyyid-i Şühəda Həzrət İmam Hüseyn əleyhissalatu vəssalam dünyaya gəldiyi gecə Allah onun ehtiramına rivayətlərdə var ki, cəhənnəmin odun söndürübdür onun mövlud gecəsində. Və o ağanın dünyaya gəldiyi ay, Şəban ayında heç bir məsumun şəhadəti, vəfatı, şəhadəti yoxdur. Və İmam Hüseyn əleyhissalatu vəssalama məxsus olan fəzilətlərdən biri də budur ki, ona, yəni su içən zaman məhz o ağaya salam göndərməyin böyük savabı vardır. Olduqca böyük savabı vardır. Belə ki, bu xüsusda istərdim bir rivayət oxuyum, məsum imamlarımızdan birindən nəql olunur. Deyir, məsumlardan biri məclislərin birində müəyyən bir fəzilətli gecə haqqında danışırlar. Məsələn, Şəban ayının 15-ci gecəsi və yaxud hansısa bir gecənin müstəhəb əməlləri və o gecənin dəyəri, böyüklüyü, əzəməti haqqında danışırlar ki, hər kəs o gecəni oyaq qalsa, məxsusu dualar, namaz qılmaq, ibadət yerinə yetirsə, bəs onun böyük əcri, mükafatı var, danışırdılar. O məclisdə olanlardan biri ah çəkdi, təəssüflə ah çəkdi. Soruşanda ki, bu ah çəkməyin səbəbi nə idi, təəssüflənməyin səbəbi nədir, dedi, ey kaş, mən həmən gecə yatdım ki, gecə mən yatdım və oyaq qalmadım, ehya etmədim, o savablardan məhrum oldum və o məclisdə olan, söhbət edən məsum imam, Allahın salamı olsun ona, buyurdu ki, sən təəssüflənmə, sən həmən gecə yatmamışdan öncə elə bir iş görmüsən ki, çox böyük bir savaba nail olmusan ki, Allahı özündən razı salmısan,
Peyğəmbəri və məsum imamları özündən razı salmısan. Böyük bir iş görmüsən. Hansı işi görmüşəm ey imam o gecə? Həzrət buyurdu ki, sən yatmamışdan əvvəl su içdin. Yəni Bismillah su içdin və su içəndən sonra Seyyid-i Şühəda İmam Hüseyin əleyhissalatu vəssalamı yad eləyib ona salam göndərdin və onun düşmənlərinə lən oxudun, nifrin oxudun, onun düşmənlərindən təbərrü elədin ki, bu əməlin savabı olduqca yüksəkdir ki, Allahı razı salmısan, Peyğəmbər əleyhissalamı, məsum imamları razı salmısan özündən. Bəlkə İmam Hüseyin əleyhissalatu vəssalamın ki, xüsusunda olan onun fəzilətlərindən biri də odur ki, hətta insan, mümin, müsəlman su içən zaman ki, onun susuzluğunu yad eləyib, ona salam göndərər və onun düşmənlərinə ki, bizar olar, onun düşmənlərinə lən oxuyarsa, bu işin savabı olduqca yüksəkdir, əcri böyükdür. Dəyərli bazı qardaşlarım, Xatamul Ənbiya Həzrət Peyğəmbər əleyhissalamın ərz elədi ki, Meyraca getdiyi vaxtda bir məqam ki çatmışdı, Cənab-ı Cəbrail ora gedə bilməzdi. Ötən verilişdə səsləndirdik, Peyğəmbər Əkrəm getdi. O yerə ki, Cənab-ı Cəbrailin ixtiyarı yoxdur, o müqərrəb mələkin getmək ixtiyarı yoxdur. Peyğəmbər Əkrəm orada gördüklərindən biri buydu ki, ərşin sütunlarının birində yazılıb İnnəl Hüseyn misbahul huda və səfinətun nəcat. Seyyid-i Şühədanın əzəmətinə diqqət elə, bax ki, Cəbrailin ayağı ora dəyməz, lakin Allah öz ərşinə, o yerə, Cəbrailin ayağı dəyməyən bir yerə ki, öz ibarəmizlə ərz eləsək, Cəbrail yetişə bilməyən bir yerə İmam Hüseyin əleyhissalamın adını Allah Taala bəzək, zinət veribdir. Allah'ın bir izzət-i cəlalına Allah Taala ömrümüzə zinət versin Hüseyin məhəbbətini. Seyyid-i Şühədanın ziyarəti ilə, onun ziyarətinə nail olmaqla Allah Taala həyatımızı, dünya və axirətimizi abad və zinətli qərar versin. Allah'ın bir izzət-i cəlalına Ali Muhammed məhəbbətində, yolunda bizləri sabit qədəm bəndələrdən qərar versin. Esselamu aleykum və rəhmətullahi və bərəkatuhu.